Siz yaxşı olasınız. Nəsə yığıldı, ay bacı Aysun gilə getməyə. Yox, ay quzum, mən burada pul yığmıram axı. Getdi, ağlayır canlıda. Get yemək yığ istəsən, istəmirəm. Heç nə yeməyəcəm. Gözləri qıpqırmızıdır, qoşdu Aysunu. Bir dənə gözlüyün qoşuram. Sən yenə ağlayırsan. Qısıtlama gəlib mənə. Eybi yox, sən yenə ağlayırsan. Yox, hədiyyə atılmaya atıla bilmir mən onsuz da. PK qoşma. Qoşmuram, şeydir. Burada yazıblar ki, Aysunu qoş, Aysunu ağlayır. Yox, indi açdım canını. Yenə qısıtlama niyə gəldi? Danışdım sizə Allah. Canım, ümumiyyətlə hədiyyə atma maskı aldım. Qiymət eynidir də 16.90 yazır. Çox sağ ol. Çox sağ ol, təşəkkür edirəm, minnətdaram. Adınızı oxuya bilmirəm, qarışıq hərflərlə yazmışsınız o görə. Özür dilərim. Ekran tıklayanlar var olan. Sonra bu ekran tıklayır. Çox sağ ol Amira. Görə yenə bağlanmayacaqca. Bağlansa heç nə. Niyə bağlanır? Nə danışırsan ki, orada bağlanada? Sən heç nə danışmırsan, sadəcə çata görə səsin gedir. Bayat atırlar da. Getdi Aysunun yanına. Ay Edanın masalı. Bu sözü 40 dəfə demişsən, 40 dəfə də cavab verdim ki, hal-hazırda üstümdə 13 manat pul var. Taksi də ürəyim qurban 16.90 yazır. Mən pulu hardan alım gedim? Aysunu məndən çox fikirləşirsiniz, məndən çox düşünürsünüz. Bu dəqiqə məndən çox heç kim onun yanında olmağı. Nasıl qız? Dünən gedib bizdən ayır Radmila. Nə deyir orada? Bəhanə axtarır. Bəhanə axtaran yenə də deyirəm. Dünən taksi 17 manat verib getməzdi Aysungilə. Sadəcə hal-hazırda mən də başlayıram. Amira PK-da olanda sabitləmək olmur. Bir dənə fikrimizi söhbətdən yayındırmayaq. O insanın marşruta minib minməməyinin bizə əlaqəsi yoxdur. Bizə loru dildə desə dəxlisi də yoxdur. Neyini öldürək? Avtobusdan niyə çıxmırsan? Xəstəliyim var. Mən avtobusa minə bilmirəm. Hal-hazırda hava çöldə küləklidir, hava sərindir. Bu dəqiqə çölə çıxsaz üşüyərsiniz. Mən öz xəstəliyimə görə kondisioner yanıb evdə otururam. Mən avtobus olmaz. Bir vaxtda gəldi, çox sağ olun. Mən avtobusa minəndə mənə nəsə olanda siz gəlib mənə kömək edəcəksiniz? Yox. Cənab, buradakı insanlar belədir, yaxşılardan uzaq, belədirlər, mümkün deyil. Düşəcək minəndə. Hə, bulatım düşəcək. Qohum deyil, yox. Bilirsən nə deməksə, fikir yayındırmaq istəyirlər. Fikir yayındırmaq istəyirlər, başqa heç nə. Onun dilindən gəlsin bəri. Sən gör niyə PK-da asıb oturmuşsan ki? Əsəbləşirəm, ey Allahım olsun. Çıx projedən, ha? Bəlkə canlasmışam ki, bəlkə kimsə nə satar, heç olmasa 4 manat yığım, çıxım gəlim də. Bəzilərinin ağzına söz olmasın rəvanə ki, hə, padruqası orada ağlayır, padruqası pis vəziyyətdədir. Valla padruqa mən azından bilir ki, mən özüm də bu dəqiqə pis vəziyyətdəyəm, mən heç özüm də yaxşı deyiləm. Mənim hədiyyəmi bağlayıblar. Yoldaşım evdə olmayacaq ona görə. Çox sağ olun. 20 manat 59 qəpik deyəsən xaricdən gəldi. Yəqin bu elə bu qardaş atdı yazıb. Allah köməyiniz olsun. Herman, siz atdınız qardaş. Yazın, nə bilim, danışırlar da, quraq sıxılır. Mən padruqam məndən. Sağ olun, Allah razı olsun. Cibiniz dolu olsun. 2 manat gəldi. Minnətdaram. Allah rəzə görə versin. Görüb keçməyənlər. Digərlərinə heç siz də fikir verməyin. Çox sağ olun. Allah rəzə görə versin. Qızım, sənə. Anam sənə. Gəldi, sən atdın. Çox sağ ol, var ol. Gəldi, çatdı. Var olasan. Allah rəvə görə versin. Çox sağ ol. Bir dənə baxıb belə çevir.
Aysun 4 manat verə bilər. Onun yanına gedirsiniz, nə olacaq ki? Mənim Aysundan pul istəməyim düzgün deyil axı. Hal-hazırda siz onun üçün pul yığırsınız, mənim üçün pul yığmırsınız. Aysun heç vaxt sən qoymursan pis ol ağlaya, elə də ki qızını. Görürsüz məni. Çıx təzədən görsənmir. Dondum. Hə, düzəldi. 5 manat saat kartına. Ömər 0.20. Bu dəqiqə mən 4 manat axtarıram yanına getmək üçün. Verdim. Ayusel vermişəm. Onu da vermişəm. Vermişəm. Elə adama rast gəlmişik ki, Allah hamd olsun. 85 manat olub. Vermişəm. Onu vermişəm. Allah vay bacı. Skorpion xoş gəldin. Amma da Çox sağ olun. Gəldi o şey. Çox sağ olun. Allah razı olsun. Deyirəm dur gəldi, gəlmir. Ay Aysun. Hadi onda da burada da onu qınayacaqlar da. Qınayırlar, özlərinə gülürlər. Hə, gəlmək istəmirəm. Aysunu düşünmürəm. Siz düşünün Aysunu. Belə Aysunu düşünənsiz durun gedin yanına. 3 dənə əsirlər ikisini vermişəm, belə qalıb. İndi də 78 manat yığılıb. Görə bunun. Yəqin ki qalacaq da, çünki gəlməyəcək. 48 saatlıqdadır. Canan özü yormaya başa düşmürlər. Deyirlər, yox sən Aysun istəmirsən, sən bəhanə elirsən, getmirsən Aysun yerinə özü yorma. Söyüş söyüb ona görə. Heç nədən söyüb, o eski olub, buna söyüş söyüb. 48 saat 2 gün. Qız padruqamda. Orada verirlər, hə, niyə vermirlər ki? Orada onu saxlayası deyirlər ki. Onun pozisilə bir söhbət yoxdur. Pozitiv bu dəqiqə səni buraxım. Çünki o mən o içkiyə tutmuşam. Prosta ki sən onu mən vətəndaşa deyə bilmərəm axı. Şikayət Yoxdur. Alda pul. Atam yoxdur. Anamdakı maaşın olmayıb. dözə bilməyib də. O qədər travmalar alıb ki orada. O insan Aysun başlayan xəstəlikdir. Aysun məni çox gözəl başa düşür. Ya bir sənə nə qədər lazımdır? 4 manat. Allah rəhmət eləsin. Ölənlər üzə rəhmət.